Erkən əlamətlərə baxaraq xəstəlikləri vaxtında necə təyin etmək olar? Erkən əlamətlər deyəndə biz bitkinin ən cavan hissələri, yəni orqanları, yarpaq və zoğlarda gedən dəyişilmələrlə bitkinin üzərində xəstəlik, zərərverici və yaxud da qida çatışmazlığını müəyyən edə bilərik. Bax, bu bitkimiz, bu pomidor bitkisi artıq virusla yoluxmuş bitkidir. Bax, bunun sağlam yarpaqları belə olduğu halda virusla yoluxan yarpaqlar isə artıq belədir, bu vəziyyətdədir. Çox güclü mənfi hallara səbəb olur. Çünki yarpaq nə qədər kiçilərsə, işlək olmazsa, əlbəttə onda bitkinin həm böyüməsi, həm də inkişafı da zəifləyər və yetişdirdiyi məhsulun da keyfiyyəti aşağı olar. Amma bu virus artıq bizim özümüz tərəfimizdən qida rasionu əsasında və müəyyən üzvü birləşmələrin təsiri ilə əlbəttə biz bunun qarşısını almışıq. Əlavə olaraq gördüyünüz kimi bitkiyə həm də bordo mayesi içilənmişdi əvvəlcədən. Bordo mayesi də mis tərkibli dərman olduğundan bu da əlavə olan digər xəstəliklərin yaranmasının da qarşısını alır. Yəni göstərici olaraq əlbəttə birinci yarpağa baxmaq lazımdır. Əgər yarpaqda o dəyişiklik varsa, deməli bitki xəstəliklə sirayətlənib, zərərverici ilə sirayətlənib və yaxud da qida çatışmazlığı var, artıq o simptomlar orada özünü biruzə verəcəkdir.